Hər kəsə salamlar. Yolumuz Qarabağa videomun part 5-ci hissəsinə xoş gəlmisiniz. Biz bu hissədə Azıq mağarasına getmişdik və istədim ki, sizin üçün də video çəkim. Güman edirəm ki, bu videomu da bəyənərsiniz. Azıq mağarası Azərbaycanın və dünyanın ən qədim insan məskənlərindən biri, unikal paleolit düşərgəsidir. Mağara Kiçik Qafqazın cənub-şərq yamacında, Füzuli rayonunun yaxınlığında, dəniz səviyyəsindən təqribən 900 metr hündürlükdə yerləşir. Mağara 1960-cı ildə tanınmış Azərbaycan arxeoloqu akademik Məmmədəli Hüseynov tərəfindən aşkar edilmişdir. Bu mağaranın adının mənasına gəldikdə isə yerli əhali buranı Azıq adlandırır. Qədim türk dilində Azıq sözü ayı və çoxlu ayı mənasını verir və mağarada aparılan qazıntılar zamanı minlərlə ayı sümüyünün tapılması bu adın təsadüfi olmadığını sübut etmişdir. Azıq mağarası çoxbucaqlı böyük bir kompleks olub. Bir neçə zaldan, dəhlizlərdən və karst mağaralarından ibarətdir. Ümumi sahəsi 8 kvadrat metrdən çoxdur. Mağarada 8 zal tədqiq edilmişdir. Bəzi zalların hündürlüyü 7-8 metrə çatır. Mağaranın daxilindəki çöküntü təbəqələrinin qalınlığı 14 metri keçir. Bu da burada müxtəlif tarixi dövrlərin ardıcıl şəkildə əks olunduğunu göstərir. Azıq mağarasının ən böyük elmi dəyəri onun çoxqatlı olmasıdır. Burada ibtidai insanların yaşadığı müxtəlif arxeoloji mədəniyyət dövrlərinə aid 10 əsas təbəqə müəyyən edilmişdir. 1-ci, 3-cü təbəqələrdə sonrakı dövrlərə, Enoli, Tunc dövrü və orta əsrlərə aid izlər tapılmışdır. 4-cü, 5-ci təbəqələrdə isə Musteri mədəniyyəti, yəni orta paleolit dövrünə aid Neandertal insanların yaşadığı dövrə aiddir. Burada müxtəlif daş alətlər və ocaq izləri tapılmışdır. 6-cı, 7-ci təbəqələr isə Aşil mədəniyyətini göstərir. 8-ci və 10-cu təbəqələr isə Quruçay mədəniyyəti, yəni erkən paleolit dövrünə aid olan bu təbəqələr mağaranın ən qədim qatlarıdır. Azıq mağarasını dünya şöhrətli edən əsas hadisə 1968-ci ilin fevral ayında baş vermişdir. Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya zamanı mağaranın 5-ci qatından, yəni Aşil mədəniyyəti dövründən qədim insanın alt çənə sümüyünün qismi tapıldı. Bu tapıntı Azıxantrop, yəni Azıq adam adlandırıldı. Antropoloji tədqiqatlar göstərir ki, bu çənə sümüyü təqribən 350-400 min il əvvəl yaşamış ibtidai insana, yəni Heidelberg adamının keçmiş formasına məxsusdur. Azıxantrop Avrasiyada tapılan ən qədim hominid qalıqlarından biridir və dünyanın paleoantropoloji xəritəsində xüsusi yer tutur. Azıq mağarasının aşağı təbəqələrində aşkar edilən mədəniyyət dünya elminə Quruçay arxeoloji mədəniyyəti adı ilə daxil olmuşdur. Bu mədəniyyət təqribən 1,2 milyon il bundan əvvələ aid edilir. İbtidai insanların daşları bir-birinə vurmaqla yaratdıkları ilkin əmək alətləri, çınqıl alətlər, kobud qaşovlar və s. məhz bu qatlardan əldə edilmişdir. Azıq mağarası yalnız insan izləri ilə deyil, həm də qədim heyvan qalıqları ilə də zəngindir. Mağarada aparılan qazıntılar zamanı 30-dan çox növ qədim heyvan sümükləri tapılmışdır. Bunlara məsələ olaraq mağara ayısı tapıntılarda sac üstünlüyü təşkil eləyir. Qədim nəhəng maralı, dağ keçisi, yaban donuzu, qılınc dişli pələng, mağara kəftarçası, canavar və digər yırtıcılara aid heyvan sümükləri tapılmışdır. Bu tapıntılar qədim dövrdə Qafqazın təbiəti, iqlimi və faunası haqqında ətraflı təsəvvür yaradır. Azıq mağarasının erkən paleolit dövrünə aid təbəqələrində ibtidai insanların mənəvi həyatı ilə bağlı maraqlı faktlar aşkarlanmışdır. Məsələn üçün, mağara ayılarının kəllə sümüklərinin müəyyən bir nizamla, yəni qrup halında daş qutular içərisinə yığılması qədim insanların ibtidai dini inanclarının, toteizminin və ya Of kultunun mövcudluğundan xəbər verir. Bu dünyada tapılan ilkin dini ideoloji təsvir izlərindən biri hesab olunur. Azıq mağarası dünya elmində və dərsliklərdə Avropanın və Asiyanın ən vacib paleolit abidələrindən biri kimi qəbul edilir. Onun materialları Parisdə, Moskvada və dünyanın digər nüfuzlu muzeylərində sərgilənmiş bir çox beynəlxalq simpoziumların əsas müzakirə mövzusu olmuşdur. İşğal dövründə erməni təcavüzkarları tərəfindən mağara qanunsuz olaraq talan edilmiş, buradakı qiymətli arxeoloji materiallar daşınmış və mağaradan hərbi məqsədlər üçün istifadə edilmişdir. Azərbaycan torpaqları azad edildikdən sonra mağarada yenidən tədqiqat və bərpa işlərinin aparılması üçün şərait yaranmışdır. Azıq mağarasından tapılan çənə sümüyü dünyanın ən qədim 4-cü hominid, yəni qədim insan tapıntısı hesab olunur. Ondan əvvəlki yerləri yalnız Tanzaniya, yəni Olduvay dərəsində,
Kenya və Almaniyadakı Muayner tapıntıları tutur. Bu Azərbaycan ərazisinin bəşəriyyətin formalaşdığı ilkin ocaqlardan biri olduğunu sübut edir. Tədqiqatlar göstərib ki, Azxantropun çənə sümüyü Homo habilis və Homo erectus tipləri arasında keçid mərhələsini təşkil edir. Onun dişləri və çənəsinin quruluşu qədim insanın qidalanma tərzi, əsasən bitki mənşəli və yumşaq qidalar haqqında məlumat verir. Mağaranın aşil mədəniyyəti təbəqələrində, yəni 6-cı və 7-ci qatlar bəşər tarixində çox mühüm bir mərhələ olan süni od, yəni ocaq izləri tapılmışdır. İbtidai insanlar burada təxminən 700 min il əvvəl oddan istifadə etməyi bacardılar. Odun kəşfi və istifadəsi qədim insanların həyatında dramatik dəyişikliklərə səbəb olmuş, onları soyuqdan qorumasına, yeməkləri bişirməsinə və yırtıcılardan müdafiə olunmasına şərait yaratmışdır. Azıq mağarasından on minlərlə daş məlumatı və yüz minlərlə heyvan sümüyü çıxarılmışdır. Burada tapılan daş alətlərin hazırlama texnologiyası təkamül prosesinə aydın izləməyə imkan verir. Əvvəlcə çox kobud və ibtidai çınqılı alətlər, yəni quruçay mədəniyyəti, sonradan isə daha incə, işlənmiş əl çapacaqları və qaşovlar, bu da aşil mədəniyyəti meydana çıxmışdır. Azıq mağarası Sovet dövründə və müstəqillik illərində dünyanın aparıcı arxeoloqlarının və antropoloqlarının diqqət mərkəzində olub. Fransanın paytaxtı Parisdəki İnsan Muzeyində Azıq mağarasından tapılan arxeoloji materiallar xüsusi stendlərdə nümayiş etdirilmişdir. Biz Azıq mağarasına qalxmaq üçün çox uzun bir yol qət etdik. Burada videoda da zaten gördüyünüz kimi çoxlu pilləkənlər qalxırıq. Və pilləkənləri qalxmaq çox yorucu və çətin olmasına baxmayaraq, Azıq mağarası dəhşət gözəl idi. Məncə bu yeri görməyə dəyər. Və burada kağızın üzərində yazılar var, onları sizə göstərirəm. Deməli, qeyd etdiyim kimi, torpaqlarımız işğaldan azad edildikdən sonra yenidən burada araşdırılmalara başlanılıb və elə bu kağızlar da ondan sonra buralara yapışdırılıb və üzərində də həmçinin tarixləri də qeyd olunub. Və bu üzəri yazılı kağızlar nədir? Onları demək istəyirəm. Deməli, ilk növbədə videonun əvvəlində qeyd etdiyim kimi, hər təbəqədən fərqli tapıntılar tapılıb. Bunlar da təbəqənin göstəriciləridir. Məsələn, əlimə aldığım o L3 3-cü təbəqənin olduğunu göstərir və 3-cü təbəqənin üzərinə vurulub. Əslində oraya keçmək olmaz təbii ki, çünki orada tədqiqatlar gedir. Həmçinin ora tikanlı məftillər vurulmuşdu keçməmək üçün, lakin bəzi insanlar artıq oradan yer açmışdılar deyə artıq insanlar keçə bilirdi və mən də bir tarix sevər olaraq özümü dayandıra bilməyib gedib yaxından görmək istəyirdim. Və orada yumru bir keçid var. Oradan əslində qaranlıq olduğundan və heç kəs olmadığından getməyə biraz qorxdum və qeyd etdiyim kimi o yumru keçidin içərisindən keçdikdə iç-içə otaqlar var və 8 dənə otaq açılır və hündürlükləri də 7-8 metrə çatır. Və oranı nə özüm gördüm, nə də sizə göstərə bildim. Lakin YouTube-da oranı görə biləcəyiniz videolar var. Oradan keçid edib oranın içərisində həmin o 8 otağı da görə bilərsiniz. Əslində mənim fikrim hələ də o yumru keçiddən sonraki otaqlardadır. Çünki elə əsl məsələ də məhz o otaqlardır. Çünki ən böyük tapıntılar alçoran sümüyü olsun, istər əmək alətləri falan olsun. Demək olar ki, o otaqlardan tapılıb. Ona görə də mən marağımı cəlb edən elə məhz o otaqlar idi. Yəni qorxmağımın da əsl səbəbi dağın başında bir mağaradır, yarasalar falan da var idi və həmçinin arılar çox idi, arı yuvaları dəhşət çox idi və ona görə də biraz çəkindim və qorxdum o otaqlardan keçməyə. Amma güman edirəm ki, bir gün o otaqlardan keçib öz gözümlə də görərəm. Yəni həqiqətən bir tarixsevər olaraq, ümumiyyətlə tarixi sevməsəniz belə, mən elə düşünürəm ki, hər bir insan öz tarixini, keçmişini, məncə Azıq mağarasını ziyarət eləməlidir. Mən çox bəyəndim. Çox yorucu olsa da, çoxlu pilləkənlər çıxsaq da, uzun bir məsafə qət etsək də, məncə hamısına dəyərdi. Videoma like qoymağı unutmayın. Sağ olun.